Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. 2024-cü ilin dekabrında Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğrayan Azal təyyarəsi əlverişsiz hava şəraiti səbəbindən Rusiya ərazisində eniş edə bilməyib. Bu əsasla da Rusiya Federasiyasının İstintaq Komitəsi cinayət işinə xitam vermək qərarına gəlib. Bu barədə anonim istifadəçi tərəfindən BT News Telegram kanalına göndərilən sənəddə bildirilir. Sənədin əslində Rusiya İstintaq Komitəsi tərəfindən Azərbaycan Baş Prokurorluğuna ünvanlanan məktubda olduğu iddia edilir. Məktubun məzmunu faciəyə görə məsuliyyətdən yayınmaq cəhdi kimi görünür. Rusiya İstintaq Komitəsi əslində günahı hava şəraitinin üzərinə yıxır və bu əsasla cinayət işinə xitam verir. Niyə görə onlarla insanın ölümünə görə məsuliyyət daşıyanlar cəzasız qalmalıdırlar? Axı faciəyə görə məsuliyyət daşıyan Rusiya tərəfidir. Azal təyyarəsi Pantsir S-1 hava hücumundan müdafiə sisteminin işə düşməsi nəticəsində zədə alıb və sonradan Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Bu sənədin məzmunu Vladimir Putin oktyabrın 9-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində səsləndirdiyi rəsmi mövqe ilə birbaşa ziddiyyət təşkil edir. Həmin vaxt Putin Azal mülki təyyarəsinin Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin işi nəticəsində qəzaya uğradığını etiraf etmiş və bu cür vəziyyətlərdə nə lazımdırsa onu etməyə hazır olduğunu bildirmişdi. Lakin nə lazımdırsa ilk növbədə günahkarların müəyyən edilməsi və onların məsləhətə cəlb edilməsi deməkdir. Cinayət işinə xitam verilməsi isə açıq şəkildə bu yanaşmaya uyğun gəlmir. Qeyd edək ki, bu sənədin həqiqi olub-olmaması müəyyən edilməyib.